Salam, hər vaxtınız xeyirli uğurlu olsun əziz xanımlar. Kanalımda və yeni vlogumda xoş gördüm hər birinizi. Necəsiz mənim dəyərli bacılarım? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Şükürlər olsun, mən də yaxşıyam. Qışın bu soyuq şaxtalı günlərində nə qədər yaxşı olmaq olarsa o qədər yaxşıyam. Nəsə heç sevmirəm mən bu qışı. Yəni əslində sevmədiyim qış deyil, sadəcə olaraq bu tutqun darıxdırıcı havaları sevmirəm. Mənimki bilirsiniz yaydır, günəşdir, isti, sakit havadır. Yəni belə havaları daha çox necə deyim, keyfim yerində, əhvalım yerində olur. Ona görə də bəlkə də yay, yaz fəsillərini daha çox sevirəm. Bilmirəm qızlar, sizdə də elədir ya yox. Amma məndə bu hava durumu, hava şəraiti mənim necə deyim, ruh halıma da təsir eləyir. Məsələn, isti, günəşli havalarda keyfim, əhvalım yüksək olur, enerjim yüksək olur. Amma hava soyuq olanda, tutqun olanda çox darıxıram, sıxıcı gün keçir mənim üçün həmən gün. Ona görə də, bəlkə də ona görə sevmirəm bu soyuq havaları. Düzdür, deyilənə görə romantik insanlar, sakit insanlar qış fəslini daha çox sevir. Bu yağışlı, qarlı günləri daha çox sevir. Amma məndə tərsinədir nədənsə. Amma əslində elə mən də özüm sakit bir, belə götürəndə romantik bir insanım. Amma nəsə təsir etməyib də bu fəsil mənə. Belə, bugün də elə hava tutqundur. Yağış yağma ehtimalı var. Biraz da külək əsir. Bu arada bugün dekabrın 8-idir. Yenə də gecikmiş vlogla gəlmişəm. 8 dekabr demişkən bugün həm də gəlinimizin ad günüdür. Keçən vlogda söz vermişdim ki, biraz az kadrlar götürmüşəm ad günündən. Nə çəkmişəmsə bu vlogda hamısını ardıcıllıqla görəcəksiniz. Yəni əslində həmin bu günü mən çox bir şey çəkmədim, elə evdə bu hədiyyə nə hazırlamışamsa onu çəkdim. Qalanı orada qardaşımgildə çəkilişi orada davam etmişəm. Və belə kiçik bir hədiyyələr hazırlamışam. Dedim onu da göstərim sizə nələr almışam hədiyyə olaraq gəlinimizə. Bir dənə belə bir gördüyünüz ətirdir, Today ətiridir. Keçən vlogda görmüşdünüz deyəsən, bir marketdən sifariş etmişdim. Daha sonra bir dəst pomada ilə qələm, dodaq qələmi almışam. Lipstik pomada, yanında da dodaq qələmi. 2 dənə corab qoydum üstünə əlavə olaraq və bir də belə bir mini qol saat almışam. Belə balaca saatları gəlinimiz çox xoşlayır, yəni taxmağı. Ona görə də elə görəndə aldım ki, vaxtında ad gününə qədər gəlib çatsın. Vaxtında da çatdı. Qabını isə ayrı aldım ki, saatı içinə, yəni qablaşdırmaq üçün. Və bir də bu çantanı almışam. Burada açıb göstərmirəm. Şəklini qoyacağım hansı çantadır. Shortsda, vlogda deyəsən, keçən vlogda da göstərmişdim sizə bu çantanı. Bir də gedərkən əlavələr də aldım. Yol üstü, yəni düşdüm. Şampundur, dizdarant, antiperspirant, bir də nə aldım? Çay stəkanları deyəsən aldım. Çay stəkanları da alıb əlavə hədiyyənin üstünə qoydum, apardım. Çox gördü, çox sevindi, bəyəndi hər bir hədiyyəni də. Çox sağ ol dedi. Və belə qızlar, yəni hədiyyə kimi aldıqlarım bunlar idi. Və burada artıq gedirik qardaşımgilə, yəni gəlinimizgilə. Bacımla da danışmışdım öncədən ki, bacım dedi gələrsən bizə, bizdən bir yerdə gedərik də. Yana yaşayırlar bacımla, qardaşımgil qonşudular. Və birinci bacımgilə gəldim. O da hədiyyələrini hazırlayıb, arada o onun hədiyyəsidir. Və bir də tort da hazırlamışdı. Əslində tortu almaq istəyirdim. Bacım dedi artıq mən hazırlayıram, ehtiyac yoxdur almağa. Mən də bacım dayı pişirdiyinə görə almadım tort. Elə gəldim bacımgilə, amma yoldaşım getdi qardaşımgilə, artıq oradaydı. Mən dedim bacımla gələrəm, sən get. Və gələn kimi də bacım bunları da verdi. Fuadın payıdır, yeni il üçün aldığı hədiyyələrdir. Dedi ki, yəni görüşməmişdik yeni ildən bəri. Ona görə qalmışdı hədiyyələr, bitti, görüşəndə verərəm. O da gələn kimi verdi ki, bunu çatdırarsan Fuada. Yəni bacım da nənəsi sayılır da Fuadın.
Sağ olsun, pay artıq olsun, qəşəng bir krujka almışdı və belə pinjam almışdı, çox qəşəng corabdı, yəni şirniyyatın falan. Və daha sonra bacım hazırlaşana kimi gözümü bu palto sataşdı. Yaxınlaşdım ki, baxım nə paltodur. Bir də gözəl belə rəngi, fasonu, modeli çox qəşəng bir palto idi. Elə bildim özü üçün alıb. Sən demə özü tikibmiş. İnanın ki, belə bilirəm düzdür, bələdəm mən bacımın əl qabiliyyətinə, amma hər onun əl işini görəndə şok keçirdirəm də. O qədər gözəl əl qabiliyyəti var ki, özüm heyran qalıram onun əl işinə. Belə yəni müştəri sifarişi idi, tikib bitirmişdi. Yəni deməyim odur ki, bacım olduğuna görə tərifləmirəm. Həqiqətən də bir nömrə ustadır da. Çox mükəmməl bir əl qabiliyyəti var. Belə burada da hazırlaşdıq, artıq çıxırıq. Tortu da götürdük. Dedik elə tortu yandırıb girərik də içəri, sürpriz edib təbrik edərik. Elə də etdik. Elə yandırdıq qapıya çatanda. İçəri girərək oxuya-oxuya, təbrik mahnısı oxuya-oxuya girdik içəri, təbrik etdik və belə girdik, gördük ki, biraz da hazırlıq görmüşdülər. Süfrələri bol bərəkətli olsun və oturduq qəşəng. Yedik, içdik, dedik, güldük, təbriğimizi elədik. Çox maraqlı bir gün keçdi. Yəni şərhi burada dayandırıram. Davamını belə şərhsiz izləyin. Yenə ehtiyac olduqca söhbətləşərik.
beləcə qızlar, bir gözəl günün də sonuna belə çatdıq. Bilirəm bu vloqum biraz qısa alındı, üzrlü sayın. Yəni həmin gündən nə çəkmişəm onu təqdim eləyirəm sizə. İnşallah ki, başqa vloqlarda daha uzun çalışaram çəkim. Və fürsətkən bir də təkrar gəlinimizi təbrik etmək istəyirəm. Qısa olaraq onu deyəcəm ki, yaxşı ki varımızsan, yaxşı ki səni tanımışıq, yaxşı ki sən bizim evimizə gəlin gəlmisən, qardaşımın həyat yoldaşı olmusan. Allah səni xoşbəxt eləsin. Səni çox sevirik. 100 yaş əzizim. Bilirəm siz də təbrik yazarsınız qızlar. Sizə də öncədən hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun. Və videom artıq burada sona çatır. Artıq sağollaşmaq vaxtıdır. Öpürəm hər birinizi. Özünüzə yaxşı baxın. Hələlik qızlar.